ancaq əriməlidir sonra. İstəyirən göz necə insanlar? Eləmək olacaq, gözünüzdə asimetriya var. Asimetriyada müəyyən qədər itəcək, yəni çox bir hissəsi itəcək. Onda necə eləyək? Birinci, hər ikisini eyni gündə eləmək olar. Əgər sizin maddi tərəfdən heç bir probleminiz yoxdursa, gəlin həm ceyran göz eləyək, həm əridək üzünüzü. Növbəti seansda isə artıq üzünüzün lifting eləyərik. Əgər ehtiyac olmasa tezdən əritmə, çünki əritmə əslində 3 dəfə olur. Baxarıq, görərik. Bəlkə bir dəfə sizə eləyəcəyik. Mənim bu öz yanağımı əridəcəksiniz. Həm öz yanağınızı, həm orada dolğunu, həm fibrozu, həm yılan suyu, həm lifting eləyəcəm. 3 dənə preparatı qatıb eləyəcəyik. Onun nə qədər ödəniş olur? 350 manat. Bir seansı? Bir seans, bəli. 3 dənə Bəs preparat. O da 300 manat. Endirimdən. Endirimdən 300 manat. Onda hələlik ceyran gözü eləyək. Tamam. Mənim üçün fərqi nədir? Sizin üçün deyirəm. Mən sizə görə deyirəm. Mən eləyim də, dolğudur, vurun. Təbii ki, bundan qəşəng olacaq. Amma gözəl nəticə almaq üçün, səliqəli, biləsiz ki, mənim işimdir bu. Sizin də üzünüzdür bu. Yəni, elə kör-körənə bir şey eləməyin. Bu üzdür. Bu paltar deyil, bu bədən deyil. Halbuki bədən də önəmlidir, amma üz hər şeydə önəmlidir. Bu sizin pasportunuzdur. Düzdür. Bir də gözünün ceyran göz olmağının nəticəsini necə olarsa, təxmini nəticələrimiz telefon, Instagram səhifəmizdə var. Oradan baxa bilərsiniz. Bəli, sizə getməsə də yaram olmur. Sizə olar eləmək. Gözünüz çox içəri batır və asimetrikdir. O asimetriyanı, qapaqların asimetriyasını və içəri batmasını götürsə daha cavan, daha gənc və daha çəkik göz alacaqsınız ki, o da baxışları belə dəyişir. Yəni qaşın bu hissəsi falan fərqlənəcək də yəqin. Qaşla işimiz yoxdur. Qaş vizual olaraq, qaş vizual olaraq gözdən aralanır, amma qaşa heç bir şey müdaxilə olunmur əslində. Gözlə bağlıdır. Yəni pişkif nazar üzümə. Bir o qabarıq falan bir şey.